uzun illər hökumət sektorunda çalışan Məhəmməd Rafiq 2019-cu ildən təqaüddədir və indi övladlarına daha çox vaxt ayırır. Bizim dinimizdə qızların, bəli, qız övladlarının təhsil alması çox önəmlidir. Bu, gələcək nəsillər üçün də faydalıdır. Hər iki qızımın istəklərini dəstəkləyirəm. Böyük qızım həkim olacağını deyir. Həkim olmaq bu sənin öz arzundur, yoxsa atanın tövsiyəsidir? Vətənə xidmət etmək hər kəs üçün son dərəcə önəmlidir. Mən də vətənə xidmət edən biri olmaq istəyirəm. Həkim olmaq və ölkəyə fayda verən bir şəxsə çevrilmək arzusundayam. Valideynlərimiz bizi vətənə xidmət edən böyük insanlar kimi ruhlandırır. Onların verdiyi tövsiyələr və özümüzün çəkdiyimiz zəhmət bizi kamilləşməyə doğru aparır. Nəsə oxuyanda, dərs hazırlayanda atan kömək edir? Atanızın məsləhətinə ehtiyacınız olur? Atam həmişə övladlarına böyük insan olmağı, daima buna can atmağı tövsiyə edir. O, bir lider kimi bizə yol göstərir. Millətimizə rəhbərlik edə biləcəyimizi vurğulayır. Necə deyərlər, bir kişinin təhsili fərdi olaraq özü üçündür, amma bir qadının təhsili millət, cəmiyyət üçündür. Deyə bilərikmi ki, atanız həm də sizin yaxın dostunuzdur? Təkcə dərslə deyil, müxtəlif məsələlərlə bağlı da atamla müzakirələr aparırıq. Çünki bizimlə bölüşəcək çox böyük həyat təcrübəsi var. O, illərin verdiyi təcrübəyə əsaslanaraq bizə ən yaxşı məsləhətləri verir. Ölkənin mövcud vəziyyətini nəzərə alaraq, atam həmişə yaxşı insanın vətənə xidmət edən olduğunu vurğulayır. Bu vacib məsələlərdə bizi istiqamətləndirir və onun müdrikliyinə görə Allahıma minnətdaram. Əgər sizin qızınız xaricdə təhsilini davam etdirmək istəsə, razı olarsınız? Əlbəttə razılaşaram. Xaricdə imkanlar əldə etmək istəsə, biz ona dəstək olacağıq. Onun məqsədyönlü olmasını alqışlayacağıq. Bir də gələcək Allahın əlindədir və qızlarımızın işə öz təhsillərini təkmilləşdirməkdir. Başqa yolları yoxdur. Valideynlərə mesajım odur ki, qızlarının təhsilinə və qayğısına önəm versinlər. Çünki nəsillərin gələcəyi təkcə kişilərdən deyil, qadınlardan da asılıdır. Qız və oğlan övladlarına eyni münasibət göstərsinlər.